Uyğun qiymətli məhsullarla makyajımızı təmizləyirik. Birinci hidrofil yağı göstərəcəm sizə. Keçən bir dəfə Cosmetics'dən mənə verilən termoxun içindən çıxmışdı. İstifadə etməmişdim. Dedim istifadə edəcəm. Bax gördüyünüz kimi etmişəm. Sonrasında paylaşacağım. Yəni ən ağır göz makyajını belə çox qəşəng təmizləyir. Bir miqdar götürürəm. Heç belə dəhşət çox da götürmürəm. Korkma mənə. Gör necə təmizlədi. Bütün göz makyajımı çıxardım. Keçək üzümə gelinə. Gelə heç ehtiyac qalmadı kimi görünsə də qalıqlar var. İstifadə etdiyim üzümə gellərindən biri də Nal'dan üzümə gelidir. Razı qalıqlarından. Gəlirəm. Bizdə qalan qalıqları da Nal'ın bu toniki ilə sonlandırıram. Görək nəsə qaldı mı? Demək olar heç nə olmayıb. Tərifləməkdən heç bezmədiyim ləkələrin düşməni Serimax'dan bu serumu da üzünə vururam. Mən demək olar ki, bir növbəli serumdur. Şiddətlə tövsiyə edirəm. Əgər üzünüzdə ləkə varsa, sızanaqlara meyillidirsə çox köməklidir. Mən artıq ikincini də bitirirəm. Nəmləndirici olaraq Serimax'ın öz nəmləndiricisindən istifadə edəcəm. Artıq bitirirəm, bəli. Üzdə belə yapış qalmış. Göz altına isə uyğun qiymətlə Farmist'də məsləhət görürəm. Çox qəşəng nəmləndiricidir. Bu nəmləndiricidən sonra gözün altına konsiler istifadə edirsən, çox qəşəng şüşə kimi qalır. Məndən bu qədər. Öpdüm, hələlik.